Avstraliyanın iqlimi desək bir tapmacalarla doludur. Heç düşünmüsünüzmü? Niyə onlar Milad bayramını çimərlikdə keçirəndə biz burada qalın geyinirik? Gəlin, bu maraqlı qitənin iqlim sirlərini bir-bir açaq. Yaxşı, gəlin heç vaxt itirmədən birbaşa əsas suala keçək. Bizim üçün yay deyəndə ağla iyun-iyul gəlir, düzdürmü? Bəs necə olur ki, Avstraliyada cəmaət dekabrda günəşlənir? Bax bu, bizim ilk açacağımız sirdir. İlk mövzumuz tərs mövsümlər. Gəlin görək, niyə Avstraliyada fəsillər sanki baş ayaqdır? Deməli, vəziyyət belədir. Biz qışa bürünəndə Avstraliya qızmar yayında adını çıxarır. Onların yazı bizim payızımıza, payızı da bizim yazımıza təsadüf edir. Elə bir kimsə təqvimi alıb tərs üzünə çevirib. Yaxşı, bəs bütün bunların səbəbi nədir? Cavab əslində çox sadədir. Coğrafiya. Hər şey Avstraliyanın cənub yarımkürəsində yerləşməsi ilə bağlıdır. Baxın, yer günəş ətrafında fırlananda onun oxu biraz əyridir. Bizim yarımkürəmiz günəşdən uzaqlaşanda, yəni bizdə qış olanda, onların yarımkürəsi günəşə tərəf əyilir. Vəssalam, bütün sir bundadır. Beləcə, mövsüm məsələsini aydınlaşdırdıq. İndi isə gəlin Avstraliyanın bəlkə də ən əsas xüsusiyyətinə, yəni onun quruluğuna nəzər salaq. Və bu, həqiqətən də insanı heyrətə gətirən bir mövzudur. Bu sadəcə bir təxmin deyil, elmi bir faktdır. Bilirsiniz, Antarktidanı saymasaq, yer kürəsində Avstraliya qədər quraq başqa bir yaşayış olan materik yoxdur. Bu onun sanki kimliyinin bir parçasıdır. Və bu quraqlığın miqyası sözün əsl mənasında ağlasığmazdır. Bir anlıq təsəvvür edin, bütün qitənin düz yarısı, demək olar ki, heç yağış üzü görmür. Bu o qədər böyük bir ərazidir ki, iqlimin bütün qitənin necə şəkilləndirdiyini çox aydın göstərir. Bu da bizə əsas suala gətirib çıxarır, elə deyilmi? Bəs necə olur ki, bütöv bir materik bu qədər quraq ola bilir? Bunun arxasında hansı təbiət qanunu dayanır? Cavab elmi dildə desək, yüksək atmosfer təzyiqi zonası adlanan bir hadisədə gizlənir. Gəlin bunu sadələşdirək. Təsəvvür edin ki, qitənin üstündən nəhəng, görünməz bir fen var və bu fen havanı yuxarıdan aşağıya doğru üfürür. Bu aşağıya doğru hərəkət edən hava buludların əmələ gəlməsinə imkan vermir. Bulud yoxdursa, yağış da yoxdur. Məhz buna görə də Avstraliyanın çox böyük bir hissəsi quru qalır. Deməli, quraqlıq məsələsini də anladıq. İndi isə daha da maraqlı bir mövzuya keçid alırıq. Avstraliyanın ekstremal temperaturları və burada sizi balaca bir tapmaca gözləyir. Əvvəlcə, gəlin ən sadə məqamı aydınlaşdıraq. Avstraliyanın şimal hissəsi ekvatora daha yaxındır, bildiyiniz kimi. Bu da o deməkdir ki, günəş şüaları oraya daha dik bucaq altında düşür. Nəticədə şimal həmişə cənubdan daha isti olur. Bu, iqlimin demək olar ki, qızıl qaydasıdır. Amma əsas məsələ indi başlayır. Mənbələrə görə Avstraliyada qeydə alınan ən yüksək temperatur 1960-cı ildə 127 dərəcə Fahrenheit olub. Diqqət edin, Fahrenheit. Bu rəqəmi ağlınızda tutun, çünki birazdan bizə lazım olacaq. Və baxın, işlər məhz burada biraz qarışır. Bir tərəfdə Avstraliyanın 127 dərəcəlik rekordu var. Digər tərəfdə isə dünyanın ən isti yeri kimi tanınan Liviyada qeydə alınan rekord var. Cəmi 58 dərəcə. Bir dəqiqə, mənim riyaziyyatım zəif deyil. 127 58-dən qat-qat böyük rəqəmdir. Bəs onda burada nə baş verir? Nəsə düz gəlmir, elə deyilmi? Bəli, tapmacamız da elə budur. Bu rəqəmlər ilk baxışdan bir-birinə tamamilə ziddir. Necə ola bilər ki, daha kiçik bir rəqəm dünya rekordu sayılsın? Gəlin, bu riyazi sirrin üstünü açaq. Aha, deməli, bütün sir ölçü vahidlərindəymiş. Sən demə, biz almalarla armudları müqayisə edirmişik. Baxın, Avstraliyanın rekordu Fahrenheit şkalası ilə, Liviyanın rekordu isə Selsi ilə ölçülüb. Hər ikisini eyni sistemə, məsələn Fahrenheit-a çevirəndə, görürük ki, Liviyadakı 58 dərəcə Selsi əslində təxminən 136 dərəcə Fahrenheit deməkdir. Bu isə Avstraliyanın 127 dərəcəsindən daha yüksəkdir. Və tapmaca həll olundu. Temperaturla bağlı bu kiçik sirri də çözdük. İndi isə gəlin səyahətimizi materikin ürəyinə, yəni mərkəzi hissələrinə doğru davam etdirək. Çünki Avstraliyanın daxili bölgələrinin də bizə danışacağı öz hekayəsi var. Əgər Avstraliyanın iqlimini tam anlamaq istəyiriksə, mütləq onun geniş daxili ərazilərinə, okeandan kilometrlərlə uzaq olan mərkəzinə baxmalıyıq. Bilirsiniz, məhz bu uzaqlıq hər şeyi dəyişən əsas amildir və bir növ domino effekti yaradır.
Baxın, hər şey sadə bir səbəb-nəticə zənciridir. Birincisi, materikin mərkəzi okeanlardan çox-çox uzaqdadır. Bu səbəbdən okeanın iqlimi yumşaldan təsiri ora gedib çatmır. Nəticədə nə olur? Bitki örtüyü çox kəsad olur. Amma burada maraqlı bir məqam var. Bu quru torpaqlar, xüsusilə də soyuq mövsümdə heyvandarlıq üçün əla otlaqlara çevrilir. Yəni bir mənfi cəhət başqa bir müsbət nəticəyə yol açır. Beləliklə, bir növ yekun vursaq, tərs mövsümlərdən tutmuş qitənin quraq mərkəzinə qədər, temperatur tapmacasından daxili bölgələrin özünə məxsus hekayəsinə qədər gördük ki, bütün bu sirlərin açarı əslində Avstraliyanın yer kürəsində tutduğu o bənzərsiz mövqedə gizlənirmiş. Və bu mövzunu gəlin bir sualla yekunlaşdıraq. Bu əslində sadəcə hava haqqında bir söhbət deyil. Biraz daha dərindən düşünsək, bir materikin iqlimi onun taleyini necə müəyyən edir? Onun bitki örtüyünü, kənd təsərrüfatını, hətta insanların yaşam tərzini, mədəniyyətini necə formalaşdırır? Bəlkə də Avstraliyanın hekayəsinin bizə verdiyi ən böyük sual elə budur. Üzərində düşünməyə dəyər, elə deyilmi?